Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Çempionlar Liqasının 6-cı turunun oyundayıq. Fransada Monakonun qonağıdır Galatasaray. Galatasarayın oyundayıq. İnşallah maraqlı bir oyun olar. Galatasarayın zədəliləri var, tam sağalmayan oyuncuları var, oynayırlar amma tam sağalmırlar. İlkaydır, Yunus yoxdur 11-də. Jakobs da 11-dədir. Jakobs'un çox oynayacağına inanmıram, bir hissə falan. Şalay oyundadır, Singo fikrimcə qış oyunlarında, qış dövründəki oyunlara qədər oynamayacaq. Ümumiyyətlə 3-də burada 3-4 oyun qalıb. Ondan sonra Türkiyə Süper Kubokun oyunları olacaq. 4 komanda arasında. Onlar da inanmıram oynayacaq. Hələ ki tam sağalmır. Yəni onun zədəsi bir 2 ay falan çəkəcək. Maraqlı oyunlar inşallah qələbə qazanar. Saint-Giro məğlubiyyətini unutdurar bu günləri inşallah. Osimhen'dən Sané'də hardasa bir 3 həftədir Sané'də yaxşı oyun göstərir, özünü göstərir, öz oyununu oynayır yavaş-yavaş. İnşallah bir günlərdə gol gözləyirəm Sané'dən, Osimhen'dən. Bu oyunu udub ilk 24-də qalma şansımızı biraz da artırarıq. Yoxsa xal itirsə çox çətin olacaq. Sonra 2 oyun qalıb Atletico Madriddən öz meydanında, bir də Manchester City-ilə İngiltərədə. Oyun başlayır, keçək oyuna dostlar. Oyun gedə-gedə öz fikirlərimizi bildirər, görə oyuncular necə olacaq, necə özlərini göstərəcək. İnşallah yaxşı olar. Galatasarayında bilirsiniz, Monaco stadionunda çox 2001-ci ildə kubok qaldırıb Real Madridi məğlub eləyərək. İnşallah bu günlərdə bir yaxşı oyun olar, qələbə qazanar inşallah. Keçək oyuna keçməmişdən qabaq videolarımı bəyənin, fikirlərinizi yazın. Bildirimləri açın, əsasda takip eləyin ki, videolarımı paylaşanda sizlər izləyəsiniz və bəyənəsiniz. Keçək oyuna dostlar. Vur! Ama İlkay! Necə vura bilmədin sən onu İlkay? Sen onu necə vura bilmədin İlkay? 13-cü dəqiqə Galatasaray çox təhlükəli gəldi. 12 dəqiqə ərzində. Bura baxın. Necə vura bilmədin onu sən İlkay? Sən kimi təcrübə. Top da yerə dəyib qalxdı. Ona görə ayağına tam oturmadı. 13 dəqiqə ərzində Monaco'da belə təhlükəli gəldi. Qapıya zərbəsi yoxdur. Top ortada gedir biraz oyun. Galatasarayda təhlükəli gəldi. Qapıya zərbəsi yoxdur. Amma indi ilk qapıya zərbə, amma doğru zərbə deyildi. Dəqiq zərbə deyildi. Üstdən çölə getdi. İnşallah gol gələcək. Sané yenə yaxşı başlayıb oyuna. Qəşəng Sané. Osimhen! Sané ne inirsən sən Sané? Qəşəng Sané. Sané 3 oyunçunu çox qəşəng oynayır Sané. Həqiqətən də Sané belə oynasa Sané nə liqada, nə də Çempionlar Liqasında yəni saxlamaq çətindir. İlkay da yaxşı çıxartdı. Prosta Osimhenin çox hündürdən gəlmişdi Osimhenə. Yaxşıdır, yaxşı başlamışıq. Yaxşı davam edir hələ ki. İnşallah belə həmişə belə yaxşı başlayıb yaxşı davam edəndə axırı yaxşı gəlmir. İnşallah bu dəfə yaxşı gələr. Monaco da belə çox güclü komanda deyil. Yəni bu illər tam zəifdir. Yəni bir dəfə yaxşı oynayır, bir dəfə pis oynayır, qələbə qazanır, bir dəfə məğlub olur. Baxmayaraq ki, son oyundan bir oyun qabaq Paris Saint-Germain'i 1-0 məğlub eləmişdi öz yerində. Vur! Gol! Barış! Ne inadın sen Barış? Burada bir yere vur da. Bu müdafiə çaşdı qaldı Barış. Hara vurdu? Ne sen bu top? Çölə vurdu ya direğe. Direğe çölündən getdi çölə. Hayda. Vur da bunu da. Vur da bunu da. Gələcək bu gol gələcək. Bıraxmasaq bir dənə gol gələcək. İlk hissə bitdi dostlar. İlk hissə əlavə olmadı. 45 dəqiqə ilə bitdi. 0-0 bitdi ilk hissə. Galatasaray yaxşı oynadı. Epizodlar da buldu amma istifadə edə bilmədi. Belə çox ciddi, belə təhlükəli epizodlar yox idi. Monaco'nun vardı bir ikisi. Onda da Uğurcan çıxartdı topu.
Arada boşluqlar verilir arxada. Boşluqlar rahat gəlirlər, çox rahat gəlirlər. Amma Galatasaray biraz əziyyətlə çox pas oynaya arada boşluqlar tapıb qapıya zərbələr vurmaq istəyir. Alınmadı. İnşallah ikinci yarıda görək də, inşallah qol vurar, inşallah qələbə qazanır. Amma qol var. Sane birinci hissəni çox yaxşı oynadı. İkinci hissədə görüşərik dostlar. Penal verdi dostlar. Penal çəkəmədim, Uğurcan çıxartdı. Qəşəng Osimhen Uğurcan çıxartdı. Çəkə bilməmişəm videonu. Gül kimi videonu çəkə bilməmişəm Uğurcanın çıxartdığı topları. Halal olsun. Bu günləri Uğurcan, yəni Galatasaray qələbə qazansa və yaxud da bərabərə qalsa, Uğurcanın sayəsində. Uğurcan bu günləri 3 dənə dəqiq top çıxardı. 3 dənə dəqiq top. Bir dənə də penal. Penal ayaqları ilə çox qəşəng çıxartdı. Bu Uğurcanın hərəkətindən sonra, topu çıxartmasından sonra Galatasaray bu dəqiqə elə oynamalıdır ki, yəni bir 55-65 dəqiqə içərisində bir dənə qol vurmalıdır Monakoya. Uğurcan həqiqətən də yenə deyirəm, yəni bu qapıçıdır, oynamalıdır, çıxartmalıdır, amma yenə də bir Muslera səviyyəsində qapıçı deyil. Hələ ki Galatasaraya qapıçı deyil. Və beləncə oynasın, belə hər oyunda belə oynamalıdır. Penal demirəm, penal yəni şans işidir. Qapıçı oyunçu vurur, qapıçı tullanır sağa sola. Amma oyun axan oyunda toplar çıxartmalıdır və bu günlərdə 3 dənə yəni net top çıxardı. Prosta ki videonu çəkə bilmədim, penal videosunu çəkə bilmədim, gecikdim. Ona görə penaldan sonra deyirəm. O oyunun başıdır, nə penal? Davinsonun səhvi orada. Qoy biraz deyim, danışım. Galatasaray mərkəz müdafiəsində Abdülkərimlə Davinson, ikisində də uzun top atılanda ikisində də səhvlər var. Bu günlərdə uzun topda yenə Davinsonun səhvi, Uğurcan çıxartdı, arxadan yəni gərəksiz bir hərəkət edir, vurdu oyunçunun arxadan ayağına və penaldır. Təmiz penaldır. Ona başqa bir şey demək olmaz. Onsuz VAR da çağırdı. Hakim saxlamadı, VAR çağırdı, penalı verdi. Uğurcan çıxartdı. Belə olmaz ha. İkinci hissə Galatasaray 0 başlayıb. 0. Bir penal veriblər. 3 dənə də net pozisyon veriblər. 3 dənə 4 dənə net pozisyon veriblər Monakoya. Belə oynamazlar. Vallahi billah belə oynamazlar. Belə oynasalar Monako vuracaq. Bir dənəsi vardı. Balogun. Üzbəycə vura bilmədi. Atdı çölə. Necə başlayıb abi? İkinci hissə nə dedi bunlar? Nə danışdılar? Okan Buruk nə dedi bunlara? 0 oynuyorlar. 0. Yukarı çıxdı, Yunus girdi. Görələ biraz hərəkətli olacaq, yoxsa yox. Birinci hissə daha yaxşı oynadı. Uğurcan. Şimdi köşe vuruşu kullanıldı. Kafa kale sahası. Golü buluyor Monaco. Bravo. Uğurcan zədələndi. Dedim də mən də. Gol deyirdi də gəlirəm də qardaş. Gol deyirdi gəlirəm. Uğurcan zədələndi, Günay girdi. Günaylı bir şey yoxdur. Müdafiə yatıb, müdafiə. Müdafiə yoxdur. İkinci hissə elə çıxmamışıq ikinci hissə. 1-0. Məlum məsələ idi, bilinirdi. Birinci hissəni gül kimi oyna, bura baxın. Bıraxdığımız qola bax. İki dənə Galatasarayın üstündən qalxır, topa kəllə vurur bu. Heç nə, getdi bu Çempionlar Liqası bura kimi. Atletico bu belə oyunu Atletico da oda bilməyəcəksən öz meydanında, City-ni də oda bilməyəcəksən. Bu Fransızlara uzmaya lazım değil diye. Fransızlara uzmaya lazım değil. Monaco ne kulüp diye ne oynuyor bu sezonda oynuyor Monaco sen ucuzsan Monaco'yu. Ata göre bilmem sen ikinci sırayı. Kasamdan oyun ne? Top dışarıda ve maç bitiyor.
Oyun bitti dostlar. Galatasaray 1-0 məğlub oldu. Birinci hissə ilə ikinci hissənin arasında çox böyük fərq var. Galatasarayın oyununda. Galatasaray qaldı 9-da. İşin çox çətinə saldı 24-ü girmək üçün. Çünki oyunların yarısı da qalıb sabaha. Bilmirəm necə olacaq. İnanmıram bundan sonra 24-də qalsın. Atletico Madriddə bayaq baxdım 3-1 durdu. Gələn oyun Monaco ilə Atletico Madrid ilə öz meydanında, ondan sonra City ilə. İnanmıram onlardan xal olsun. Heç Atletico Madrid ilə də ala bilməyəcək öz meydanında. Çünki belə oyunla birinci hissədə oynadığı oyunu ikinci hissədə heç cürə oynaya bilmədi, heç cürə göstərə bilmədi. Tam fərqli bir Galatasaray vardı ikinci hissədə. Bambaşqa bir Galatasaray vardı. Elə bil ki, birinci hissədə oynayan Galatasaray getdi. Elə bil başqa oyuncular girdi oynadığı oyunda. Elə bil eyni oyuncular deyildi. Hücuma çıxa bilmədi, ortadan hücum eləyə bilmədi. İlkayı dəyişdilər, çıxartdılar, yenə də olmadı. Toylara bu gün oynaya bilmədi. Heç biri oynaya bilmədi bu günləri. Bir dənə biraz əlləşən Sane idi. Sane biraz hərəkətləri, Sane biraz oynadı. O da tək nə bilər. Pasını verdi, nə bilim, oyunçu keçdi, neçə oyunçu keçdi. Ortadan o gəldi, soldan gəldi, sağdan gəldi. Tək alınmır. Yəni bilmirəm necə olacaq. Zədə dedim, yəni zədə bildik. Amma birinci hissə oynadın axı, birinci hissə yaxşı oynadın sən. Birinci hissə Monacodan daha yaxşı oynadım. İkinci hissə Monaco tam başqa bir oyun oynadı. Penalda oldu, penalda elədilər. Uğurcan çıxartdı, Uğurcan zədələndi. Bilmirəm mən bu Galatasaray oyunçuları nə ilə qidalanır, necə qidalanır. 2 oyundan bir zədələnirlər, 2 oyundan bir zədələnirlər. İndi də Uğurcan getdi. İndi görə o nə qədər zədələnəcək. Zədəsi gedəcək. Başqa bir söz yoxdur. Məğlub oldu. 9 xalda qaldı. İşini də çox çətinə saldı. İndi görə Okan Buruk nə deyəcək? Mənim fikrimcə Okan Buruk'un vaxtı çatıb ki, bəsdir 3 ildir. Ancaq Süper Liqanı alırsan, Süper Liqanı bu oyunçular kimə versən Süper Liqanı alacaq. Əsas Çempionlar Liqasındadır. Çempionlar Liqasında San Julian'ı uda bilmirsən, Monaco'nu uda bilmirsən. Bir dəfə Liverpool'u utdun, onu da ki yaxşı oynadın, həqiqətən də utdun. Amma sən bu əsas 3 xal ala biləcəyin komandaları uduzursan, gəlirsən Liverpool'u udursan, nə bilim, incədər City'ni udar, amma belə mal komandalara uduzar. Bilmirəm. Qələbə üçün gəlmişdik ki, bərabərlik də olmadı, məğlubiyyətlə gedir. Neyse, bitirək burada dostlar videomuzu. Okan Buruk həqiqətən də Okan Buruk'un elədiyi dəyişikliklər, çıxartdığı heyət, taktikası daha önce məsələn Icardi'nin nəyə saldı? Icardi girdi, sadəcə olaraq girdi. Bir hesabla bir dənə oyunçu əksi oynadı. Icardi də əvvəlki Icardi deyil. Zədədən sonra əvvəlki performansına qayıda bilmir hələ ki. Icardi yəni məncə salmamalıydı Icardi. Icardi girdi, onsuz da bir şey eləyə bilmədi Icardi ilə. Bir də ki, çox Galatasaray oyunçuları çox top saxlayırlar. Çox tək oynamağa çalışırlar. Bu komanda oyunudur deyə tək oynamaq alınmır. Ona da dostlar belə deyim də 2 oyunu da oynayandan sonra məncə Galatasaray üçün Çempionlar Liqası qurtarır. Yenə də Liga, Süper Liqada çempion olmağa baxacaq. Bu da ki hər il belə bu qədər pul xərclənir, amma ortada bir Avropa kuboklarında bir şey yoxdur. Keçən sezon UEFA Avropa Liqasında belə oldu. İndi burada sən ən azından bir 24-də qalmalısan, amma mənim heç belə ümidim də yoxdur qalacağını. Heç də. Bitirək burada dostlar videonu. Videolarımı bəyənin, yorumlarınızı yazın, abunə olun, bildirimləri açın ki, belə paylaşdığım videolar bildirim olaraq gəlsin sizə, siz də izləyəsiniz. Əsasən də abunə olun ki, qoy biraz abunələrim açsın, kütləm açsın ki, çox insanlar videolarımı görsünlər. Sağ olun dostlar, başqa tepki videolarında görüşərik.